Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə Rutkayız kitabından növbəti mətnin sözlər üçün edib tapşırıqlarını işləyəcəm. Varona sır, qarğa və pendir. Deməli, bu lisu na drivi sidit varona. Lisu meşə, drivi ağac, sidit oturmaq, varona isə qarğa. Deməli, meşədə ağacın üstündə bir qarğa oturub. У нее во рту большой кусок сыра. У нее во рту большой кусок сыра. Большой büyük, sok parça, sır ise peynir gelir. Rutu ise dimdik gelir. Onun dimdiğinde büyük bir parça peynir var. Sır pahmet очень вкусно. Pendir çox dadlı qoxuyur. Pahmet qoxumaq gedir, vkusna dadlı, очень isə çox. Sır isə pendirdir. Varona очень rada. Varona qarğadır. Очень çox, rada isə sevinir. Qarğa çox sevinir. Она находится редко, потому что люди часто гуляют по лесу. Deməli, o redko nadir hallarda gedir. Sırf pendir. Nadir hallarda tapır. Naxodik tapmaq deməkdir. Потому что çünki ona görə ki, lüd əhali gedir. Часто tez-tez. Su meşə, qluyayt isə oynayır. O pendiri nadir hallarda tapır. Çünki insanlar meşədə tez-tez gəzir. Какой вкусный обед мне будет, думает ворона. Nə dadlı naharım olacaq deyə qarğa düşünür. Думает düşünməkdir. Varona qarğadır. Какой вкусный обед. Necə də dadlı naharım olacaq. Каждый день у меня на обед только жуки и мухи, а сегодня у меня будет свежий и вкусный сыр. Только yalnız təkcə каждый день hər gün жуки и мухи milçək böcək gedir. Sveji isə təzə, vkусный dadlı, sır isə pendir. Сегодня isə bugün deməkdir. Hər gün mənim naharımda yalnız böcəklər və milçəklər olur, amma bugün təzə və dadlı pendirim olacaq. В этот момент под деревом гуляет лиса. Lisa tülküdür. Guyayet gəzir, oynayır. Этот moment bu vaxt, bu zaman. Drivom isə ağacı, pod drivom isə ağacın altında. Bu vaxt ağacın altında bir tülkü gəzir. Она видит, что у вороны есть сыр. O görür ki qarğanın pendiri var. Varona qarğa есть var, видит isə görmək deməkdir. Sır pahmet очень вкусно. Pendir çox dadlı, kokuyur. Lisa тоже голодная и тоже хочет этот sır. Lisa tülküdür. Тоже həmçinin dağda da gedir. Голодная acdır gedir. Хочет istəyir, sır isə pendir. Tülkü də acdır və bu pendiri istəyir. Lisa хитрее и умнее животные. Xıtriyə hiləgər, umniyə isə ağıllı. Животные isə canlı heyvan kimi gəlir. Lisi isə burada cəm formasındadır tülkülər. Tülkülər hiləgər və ağıllı heyvanlardır. Lisa знает,
Что ворона очень любит комплименты. Знать, что ворона очень любит комплименты. Знает, bilir deməkdir. Lisa isə biz dedik ki, tülküdür. Любит, xoşlayır mənasında. Очень çox xoşlayır. Kompliment isə tərif. Yəni kompliment də gedir. Tülkü bilir ki, qarğalar tərifləri xoşlayırlar. Поэтому она смотрит на ворону и говорит: Ах, прекрасная ворона. Buna görə də o qarğaya baxıb deyir: Ah, gözəl qarğa. Прекрасная gözəl deməkdir. Смотрит baxır, говорит isə deyir. Какая ты красивая птица. Ne gözəl quşsan. Красивая gözəl, птица isə quş gedir. Какие глаза. Ne gözəl gözlərin var. Какие длинные ноги. Ne uzun ayaqların var. Ноги ayaq gelir. Длинные isə uzun gedir. Какие черные крылья. Ne qara qanadları var. Черные qaradır. Крылья isə qanaddır. Ne qara qanadların var. Какой большой клюв. Ne büyük dimdiğin var. Клюв dimdik gelir. Наверное, ты можешь петь как соловей. Соловей isə bülbül deməkdir. Naverное isə fikirləşirəm ki, yəqin ki, nə isə yəqin etməkdir. Можешь isə bacarmaq, pet isə oxumaq deməkdir. Yəqin ki, sən bülbül kimi oxuya bilirsən. Да, Alisa prava. Думает ворона. Bəli, tülkü haqlıdır deyə qarğa düşünür. Думает düşünmək gedir. Prava isə doğru, düzgündür. Я красивая и умная птица. Mən gözəl və ağıllı quşam. Красивая gözəl, умная ağıllı. У меня есть красивые черные крылья, длинные ноги и большой клюв. У меня есть красивые черные крылья, yəni deməkdir ki, mənim gözəl qara qanadlarım, длинные ноги uzun ayaqlarım, большой клюв isə böyük dimdiyim var. Mənim gözəl qara qanadlarım, uzun ayaqlarım və böyük dimdiyim var. Как приятно. Как приятно, yəni xoş olmaq, necə də xoşdur. Слушать isə eşitməkdir. Komplimentdir, yenə tərifdir. Deməli, как приятно слушать комплименты от лисы. Tülkünün təriflərini eşitmək necə də xoşdur. Она очень любезная. O çox nəzakətlidir. Любезная nəzakətli gedir. Очень isə çox gedir. Ах, прекрасная ворона, продолжает лиса. Ah, gözəl qarğa tülkü sözünə davam edir. Продолжает davam etmək. Я думаю, ты отлично поешь. Я думаю, ты отлично поешь. Yəni məncə sən çox gözəl oxuyursan. Соловей поет хорошо, но его клюв маленький. Bülbül yaxşı oxuyur, amma onun dimdiyi balacadır. Malinki kiçik, клюв isə dimdik demək. Я не понимаю, почему все слушают его, а не тебя. Я не понимаю, yəni mən başa düşə bilmirəm ki, niyə hamı onu dinləyir, səni yox. Почему niyə все слушают его, hamı onu dinləyir, а не тебя уже səni yox. Deməli, mən başa düşmürəm ki, niyə hamı onu dinləyir, səni yox. Твой клюв большой и красивый. Sənin dimdiyin böyük və gözəldir. Большой böyük, красивый gözəl deməkdir. Я уверена, что ты можешь петь намного лучше, чем соловей. Уверена əminəm deməkdir.
Mojis bacarmaq deməkdir. Piyet isə oxumaq deməkdir. Salavə isə bülbül deməkdir. Əminəm ki, sən də daha yaxşı oxuya bilərsən bülbül kimi. Poy, pожалуйста, poy. Oxu. Zəhmət olmasa oxu. Pожалуйста, oxu deməkdir. Poy oxumu deyil, pожалуйста, zəhmət olmasa gedir. Действительно, думает Varuna. Doğrudan da deyə qarğa düşünür. Действительно, doğrudan da gedir. Почему я никогда не пою? Deyir, niyə mən heç vaxt oxumuram? Соловей поет каждое утро. Каждое утро hər səhər. Соловей isə bülbül gedir, poet isə oxuyur. Bülbül hər səhər oxuyur. Все слушают, как он поет и говорят, что он поет очень хорошо. Se hamı deməkdir. Hamı onun oxumağına qulaq asır, çox gözəl oxuyur. Я тоже могу так петь. Amma mən də elə oxuya bilərəm. Я тоже, mən də həmçinin могу bacararam. Tak pet onun kimi yəni elə. Yəni mən də həmçinin oxuya bilərəm. Его клип маленький, а мой клип большой. Onun dimdiyi balacadır, mənim dimdiyim isə böyükdür. Конечно, я могу петь лучше, чем он. Конечно, əlbəttə, təbii ki. Я могу, yəni mən bacararam. Piyet lучше daha yaxşı. Onun kimi. Deməli, əlbəttə mən ondan da daha yaxşı oxuya bilərəm. Kar, kar, кричит ворона. Qar, qar deyə qarğa qışqırır. В этот момент сыр падает вниз, а хитрая лиса берет его и ест. Elə həmin anda pendir aşağı düşür və hiləgər tülkü onu götürüb yeyir. В этот момент həmin anda, həmin zaman падает вниz aşağı düşmək, aşağı enmək. Хитрая лиса tülkü, yəni hiləgər tülkü. Берет isə götürməkdir, его onu, есть isə yeməkdir. Deməli, elə həmin anda pendir aşağı düşür və hiləgər tülkü onu götürüb yeyir. İsə gəldik tapşırıqlara. Deməli, расставьте предложения в правильном порядке. Deyir, düzgün formada cümlələri qurmalıyıq. Yəni, ardıcıllığı düzgün yığmalıyıq. Birinci nə olur? Deməli, Varuna находит сыр. Birinci qarğa pendir tapır. Lisa видит, что у вороны есть сыр. Çünki görür ki onun pendiri var. Lisa говорит, что ворона красивая птичка. Yəni, ona deyir ki, sən gözəl quşsan. Varona думает, уже ворона qarğa fikirləşir, что Lisa очень любезная, nəzakətlidir deyir necə də. Varona кричит qarqar, deməli, qarğa qışqırır qarqa. Və sonda isə Lisa yeyir, pendiri yeyir. Yəni, берет сыр и ест его. 3. 4. İçine 2 dəfə yazdım, 1 deyil. 4. 1, 6, 5, 2, 3. 4, 1, 6, 5, 2, 3. Verna или наверно. Düzgün yoxsa səhv. Обычно ворона на обед щуки и муки. Bu doğrudur, bəli. Adətən el olur, milçək və böcəklərlə qidalanır. Deməli, Yiğidi часто guyat polisi yox. Səhvdir, tez-tez orada gəzmir, bəzən gəzir. Həmin vaxtda pendir düşmüşdü. Lisa очень любит комплименты, xeyr. Varona очень любит комплименты. Ona görə bu səhvdir. Соловей поет очень хорошо.
Deməli, çox yaxşı oxuyur Bülbül, bəli. Сначала ворона ест сыр, а потом поет. Da yanlıştı. Lisa очень голодная. Bu doğrudur. Düzdür. Gəldik 3-ü. Deməli, burada düzgün formada düzməliyik sözləri. В этот момент под деревом. Ağacın altından tilki keçir, gəzir. Burada derevim olacaq. Yəni, eləcə nömrələrini qoyaq. Bura 1, burada 1 qoyuruq. Ki lise fitreğimliğe животное canlıdır, hayvandır, tükür, hilekar ve oğlu hayvandır. Ona göre 2 olacak. Varona черная, duyan 3 burada olacak. Как приятно слышать комплименты от burada da lise olacak. Çok sıra burada olacak. D. Deməli, 5'e də uyğun olduq. Soğuk. 5 buraya yazılır, buraya yazılır. Lütfü. 6 ise bura olacaq. Burada isə uyğunlaşdırmalıyıq sözləri. Məsələn, ты можешь петь как соловей deyib bilmək ki, oxumağı bacara bilərsən. Сыр пахнет очень вкусно, dadlı kokuyur. Birə uyğun olacaq S. Какая ты красивая. Птичsən, heç də gözəl quşsan. Çox uyğun olacaq Y. В этот момент сыр падает вниз, aşağıya doğru. Solовей поет. Каждое утро hər səhər oxuyur. Mой kuyu большой, böyükdür. 6 uyğun olacaq buradan. Bu qədər. Növbəti videolarda görüşmək ümidilə.